Salam, hər vaxtınız xeyir. Bu gün sizə abituriyentlər üçün hazırladığım belə bir sualın izahını verəcəm. Sual məzmununda deyilir ki, AB və DC vətənlərinin kəşfi nöqtəsi K, AK vurulsun KB y kvadrat plus 9, SK x çıxılsın 2 və KD bərabərdir x plus 2 olarsa, 2x plus y cəmini hesablayın. X ilə y də natural ədədlərdir. Biz bu sualı həll etmək üçün kəskin vətənlər haqqında teoremi bilməliyik. Bu teoremi əsasən AK vurulsun KB bərabərdir SK vurulsun KD bərabərliyi doğrudur. Gəlin əvvəlcə bu faktın doğruluğunu isbat edək. Deməli, gördüyünüz bu şəkildə A vurulsun B bərabərdir C vurulsun D olduğunu göstərməliyik. Buna görə gəlin C və B nöqtələrini birləşdirək. Həmçinin A və D nöqtələrini də birləşdirək. Aydındır ki, AKD bucağı ilə, yəni bu bucaqla SKB bucağı bir-birinə bərabərdir. Çünki bu bucaqlar qarşılıqlı bucaqlardır. Tutaq ki, ADC bucağı olsun alfa bucağı. Və ADC bucağı AC qövsünə söykənir və eyni zamanda CBA bucağı da AC qövsünə söykəndiyinə görə bunların dərəcə ölçüləri bir-birinə bərabərdir. Yəni bu bucaq alfadırsa, bu bucaq da alfa olacaq. Və analoji olaraq, əgər biz BAD bucağına hər hansısa bir teta bucağı yazsaq, o zaman DSB bucağı da tetaya bərabər olacaq. Yəni burada olacaq teta. O zaman gördüyünüz kimi bu üç bucaqlar bir-birinə oxşardır. Gəlin oxşar üç bucaqlar qeyd edək. Üç bucaq SKB oxşardır. Üç bucaq deməli KAD-yə. Daha doğrusu deməli AKD-yə. AKD. O zaman oxşarlığa görə biz belə bir nisbət yaza bilərik. SK bölünsün AK bərabərdir KB bölünsün KD. SK bizdə C-yə bərabərdir. C bölünsün. AK A-ya bərabərdir. Buradan alınır. Deməli, KB B-yə bərabərdir. Və KD isə D-yə bərabərdir. O zaman tənasubun xassəsinə əsasən AB bərabərdir CD olduğunu isbat etdik. İndi gəlin bu faktdan istifadə edərək sualı həll edək. Deməli, buranı silək. Deməli, bu bərabərliyi biz yaza bilərik. O zaman sualın məzmununda deyir ki, AK vurulsun KB y kvadrat plus 9-dur. O zaman yazaq y kvadrat üstə gəlsin 9 bərabərdir. SK vurulsun KD-yə. SK x çıxılsın 2-yə bərabərdir. X çıxılsın 2 vurulsun. KD isə x plus 2-yə bərabərdir. Buradan alarıq ki, y kvadrat üstə gəlsin 9 bərabərdir. Aydındır ki, bu x kvadrat çıxılsın 4-ə bərabərdir. Buradan da alarıq ki, deməli, y kvadratı bərabərliyin sağ tərəfinə, mənfi 4-ü isə sol tərəfinə keçirdi. O zaman x kvadrat çıxılsın y kvadrat bərabərdir 13. Və biz bilirik ki, x kvadrat çıxılsın y kvadrat müxtəsər vurulma düsturuna əsasən x çıxılsın y vurulsun x plus y-ə bərabərdir. Və bu da 13-ə bərabərdir. Son şərtində bizə deyir ki, x və y natural ədədlərdir. Və bu şərt daxilində, əgər bu hasil 13-ə bərabərdirsə, bu bərabərlik yalnız o vaxt doğru olar ki, x plus y 13-ə, x çıxılsın y fərqi isə 1-ə bərabər olsun. O zaman belə bir tənliklər sistemi alırıq. X üstə gəlsin y bərabərdir 13 və x çıxılsın y bərabərdir 1. Bu tənliklər sistemini həll etmək üçün gəlin tərəf-tərəfə toplayaq. O zaman buradan alarıq ki,
2x bərabərdir 14 və x bərabər olacaq 7-yə. X 7-dirsə, bu iki tənin istənilən birində yerinə qoyub y-i tapa bilərik. Birincidə yerinə qoyaq. 7 üstəgəlsin y bərabərdir 13. Buradan y-in 6 olduğunu taparıq. X 7-yə bərabərdir, y də 6-dır. Sualın məzmununda bizdən bu cəmi soruşur. Yəni 2x olacaq, 2 vurulsun 7 üstəgəlsin 6. Bu da eləyəcək 14 plus 6, yəni 20. Düzgün cavab olacaq burada 20 B variantı. Növbəti videolarda görüşərik. Sağ olun.